Qəzalar, insan ölümləri. İstəməsək də bu sözlərə tez-tez rast gəlirik. Mingəçevirdə də baş vermiş qəza ölümlə nəticələnib. Belə ki, minik avtomobili 2 qadını vurub. Yol nəqliyyat hadisəsi şəhərin Təbriz küçəsində qeydə alınıb. Məlumata görə hərəkətdə olan minik maşını piyada 67 yaşlı Firəngiz Əhmədova və 69 yaşlı Zöhrə İsmailovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadınlar Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıblar. Tibb ocağından verilən məlumata görə 67 yaşlı Firəngiz Əhmədovanın həkimə qədər ölüm faktı qeydə alınıb. Digər yaralının vəziyyəti isə stabil qiymətləndirilir. Mingəçevir şəhərində baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar 21 oktyabr 2025-ci il tarixində saat 19:00 radələrində 1956-cı il təvəllüdlü qadın cinsli şəxs Mingəçevir şəhər mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sol ayağın incik sümüyünün, sağ qolun bazı sümüyünün sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Qeyd edək ki, 1958-ci il təvəllüdlü qadın cinsli şəxsin isə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Rahim İbrahimoğlu, Ülviyə Orucova, Mingəçevir.